Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 1-də Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidən qurmadan sonra açılışında iştirak ediblər. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdi. Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla İslam Səfərli küçəsi boyunca Mirzəğa Əliyev küçəsinə də olan ərazi tam şəkildə abadlaşdırılır. Bu ərazidən mərkəzi parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunur. İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xəttləri tamamilə yenilənib, qaz xəttləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidən qurma və bərpa işləri görülüb. Sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb. Oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib. Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa qış parkına çıxış imkanı yaradır. Burada 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır. Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq. Bugün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir. İnsanların sıx olduğu yerlərdə belə layihələrin icrası eyni zamanda son dövrlərdə həyata keçirilən şəhərsalma yönümlü planlaşdırmaya da töhfə verir.
Beləliklə, paytaxtın davamlı inkişaf strategiyasının mühüm elementi olan bu addımlar Bakının həm müasir, həm də piyadalar üçün rahat şəhər kimi inkişafında xüsusi rol oynayır.